prosesi. Xüsusilə 60-cı illərdə CIA geniş miqyaslı sosial eksperimentlər keçirir. Məhz belə eksperimentlərdən biri ilə başlamaq istəyirəm ki, doğru istiqamətlənək. Ali məktəblərin birində göz testi, vizual test adı altında CIA gizli bir təcrübə həyata keçirir. Bu testdə 100-dən çox tələbə cəlb olunur və onlar təxminən 20 nəfərlik qruplar şəklində müxtəlif siniflərə salınır. Otaqdakı lövhədə müxtəlif fiqurlar göstərilir. Məsələn, mavi üçbucaq. Tələbələr sıra ilə lövhədə nə gördüklərini səsli şəkildə deməlidirlər. İlk tələbə deyir mavi üçbucaq, ikinci deyir mavi üçbucaq və bu şəkildə 20 tələbənin hamısı eyni cavabı verir. Sonra lövhədəki fiqur başqa bir fiqura dəyişir və bu proses təkrarlanır. Qara kvadrat, çəhrayı ağac, paralel xətlər. Tələbələrin 100%-i doğru cavab verir, çünki suallar çox sadədir. Amma bu eksperimentdə bir hiylə olur. Belə ki, otaqdakı 20 nəfər tələbədən 19-u əslində CIA agenti olur və bu təcrübə yalnız bir tələbə üzərində aparılır və həmin tələbə bunu bilmir. Lövhədəki fiqur dəyişir və bu dəfə məsəl üçün alma göstərilir. Tələbələrdən nə gördükləri soruşulduqda bu dırnaq içi tələbələr almaya diqqətlə baxır və armud deyir.